Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, həmçinin Baş Prokurorluğun və Hərbi Prokurorluğun rəhbər heyəti, o cümlədən digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən Ümumilli lider Heydər Əliyevin büstü önünə güldəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Məlumat verilib ki, uzun illər prokurorluq orqanlarının fəaliyyət göstərdiyi inzibati bina əsaslı təmir edilərək müasir standartlara uyğun yenidən qurulub. Yenidən qurma işləri çərçivəsində bina prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin operativliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə tam yenilənib. Binada əməkdaşların rahat və funksional fəaliyyəti üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar, vətəndaş qəbulu bölməsi, akt və iclas salları yaradılıb. Eyni zamanda bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından ən son tələblərə uyğun şəkildə modernləşdirilib. Qeyd olunub ki, inzibati binada elektron prokurorluq informasiya sistemi tam şəkildə tətbiq olunub. Sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir. Fəaliyyətin çevikliyi və şəffaflığı da artırılır. İnzibati bina ilə tanışlıqdan sonra akt zalında iclas keçirilib. Açılış nitqi ilə çıxış edən Baş Prokuror Kamran Əliyev bildirib ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğunun əsas prioritetlərindən biridir. O vurğulayıb ki, bu istiqamətdə həyata keçirilən islahatlar Ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasına əsaslanır və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Baş prokuror qeyd edib ki, Bakı Hərbi Prokurorluğunun inzibati binası müasir idarəetmə tələblərinə uyğun qurulmuş iş mühitinin nümunəsidir. Kamran Əliyev əməkdaşları yeni şəraitdən səmərəli istifadə etməyə, peşə hazırlığını daim artırmağa, fəaliyyətində qanunçuluq, obyektivlik və dövlətçilik prinsiplərinə sadiq qalmağa çağıraraq onlara gələcək xidmətlərində uğurlar arzulayıb.